Son illərdə bir çox valideynlər uşaqlarını dövlət bağçalarından çox özəl bağçalara yazdırmağa üstünlük verirlər. Bəs bu seçim nədən qaynaqlanır? Qiymət, şərait, yoxsa təhsilin keyfiyyəti fərqlidir? Bu mövzu demək olar ki, hər bir valideyni düşündürür. Elə isə gəlin valideynlərinin özündən soruşaq. Onların seçimində nələr rol oynayır? Övladınız üçün dövlət yoxsa özəl bağçasını seçmisiniz və seçiminizə təsir edən əsas amillər nələr olur? Dövlət bağçasını seçmişik, 259 nömrəli bağçaya qoymuşuq. Əsas amil evimizə yaxın olmağı və yaxınlarımızın tövsiyəsi əsasında getmişik. Bəs dövlət bağçasının şəraiti sizi qane edirmi? Qane edir, uşağım ora getdikdən sonra daha sosial ünsiyyətçil olubdur və yeməklərindən razıyam. Övladınız üçün hansı bağçanı seçmisiniz? Mən övladım üçün özəl bağça seçmişəm, çünki həm ərazi olaraq bizə yaxındır, həm də iş saatlarıma daha uyğundur. Bağçanın təhlükəsizliyi və şəraiti qənaət bəxş edir. Mühafizə sistemi çox yaxşıdır. Yəni bu dövrdə hamı istəyir ki, övladının qorunması, təhlükəsizliyi mükəmməl olsun. Otaqları genişdir, təmizdir. Qiymətlər biraz yüksəkdir, amma yəni xidməti uyğundur, bəli. Müsahibələrdən göründüyü kimi valideynlərin fikirləri bir mənalı deyil. Bəziləri özəl bağçalarda şəraitin və diqqətin daha yüksək olduğunu desə də, digərləri dövlət bağçalarının da son illərdə xeyli inkişaf etdiyini bildirirlər. Gəlin indi bu məsələ ilə bağlı mütəxəssis fikrinə də baxaq. Son illərdə özəl bağçaların sayının artması, həm də valideynlərin bu bağçalara marağının yüksəlməsi bir neçə əsas amillərdən qaynaqlanır. Buraya fərdi yanaşma və kiçik qruplar, tədris proqramlarının müasirliyi, fiziki mühit və təhlükəsizlik, qidalanma keyfiyyəti, müəllimlərin motivasiyası və əmək haqqı, valideynlərlə sıx kommunikasiya, iş saatlarının elastikliyi və digər məsələlər daxildir. Özəl bağçalarda qruplar daha kiçik olur və bu da müəllim-uşaq nisbətini yaxşılaşdırır. Uşaqlara daha çox fərdi diqqət ayrılır, sosial-emosional inkişaf daha yaxından izlənilir. Bir çox özəl bağça STEAM, eləcə də digər müasir təhsil metodlarından istifadə edir. İngilis dili və əlavə yaradıcılıq məşğələləri proqramın tərkibinə daxil edilir. Valideynlər daha təmiz, təhlükəsiz, geniş və estetik mühitə üstünlük verirlər özəl bağçalar seçərkən. Video müşahidədir, xüsusi təhlükəsizlik əməkdaşlarıdır, yenilənmiş oyun meydançaları kimi imkanlar daha çox özəl bağçaları seçməyə üstünlük yaradır. Özəl bağçalarda menyunun daha keyfiyyətli və balanslı olması valideynlər üçün böyük motivasiya yaradır. Bir çox dietoloq nəzarəti ilə proqram tərtib edilir. Özəl sektorda maaş və əlavə stimullar yüksək olduğundan müəllim seçimi və onların motivasiyası daha yaxşı ola bilər. Özəl bağçalar valideynlərlə mütəmadi görüşlər, mobil tətbiqlər, foto-video paylaşım vasitəsilə daimi əlaqə saxlayırlar. Valideynlər öz övladının gün ərzində nə etdiyini daha şəffaf şəkildə görə bilir. Bir çox özəl bağça iş saatlarını valideynlərin iş rejiminə uyğunlaşdırır və əlavə xidmətlər təklif edir. Dövlət bağçalarında tədris proqramı standartlaşdırılmışdır, yəni standart bir proqramdır. Vahid dövlət proqramı var. Özəl bağçalarda isə daha geniş və fərqli metodologiyalar tətbiq edilə bilir. Əlavə dərslər və dil hazırlığı daha geniş şəkildə tətbiq olunur. Qiymət fərqi də var. Dövlət bağçalarında aylıq ödəniş yoxdur və ya əlavə xərclər yaratmır. Özəl bağçalarda isə yüksək ödəniş hesabına göstərilən xidmətlər də çox olur. Nəticədə valideynlərin özəl bağçalara yönəlməsinin əsas səbəbi daha keyfiyyətli mühit, fərdi yanaşma, müasir tədris proqramı və təhlükəsizlik hissidir. Özəl bağçalar ümumilikdə daha çevik və yenilikçi olsa da dövlət bağçalarının da əlçatanlıq, stabil struktur və büdcə yükünün olmaması kimi üstünlükləri də var. Amma nəzərə alaq ki, bütün valideynlərin imkanı eyni formada formalaşmadığına görə yaxşı olardı ki, dövlət bağçalarında da müəyyən imkanlar genişləndirilsin, eləcə də kadr seçiminə xüsusilə diqqətlə yanaşılsın. Müsahibələrdən və ekspert rəylərindən aydın olur ki, valideynlər üçün əsas səbəblər bağçanın yaxınlığı, uşaqların rahatlığı, təhlükəsizliyi və təhsil keyfiyyətidir. Təhsil ekspertləri də vurğulayıblar ki, həm dövlət, həm özəl bağçalar son illərdə inkişaf edib. Lakin valideynlər daha çox fərdi yanaşma və şəraitə üstünlük verirlər. Beləliklə, uşaqlar üçün ən uyğun bağça valideynin ehtiyacları və uşağın fərdi xüsusiyyətləri nəzərə alınmaqla seçilməlidir. Nərmin Xələpova, Lalə Osmanova, Adu News.